Başa düşmədim, yaxşı. Ramiz Mehdiyev getdi deyək ki, bunu həbs elədiniz. İndi Tərtər məsələsinin nə vaxt aydınlıq gətiriləcək, rəsmən dövlət tərəfindən Tərtərdə nə baş verib izahatı veriləcək və Tərtərin günahkarları nə vaxt cəzalanacaq? Nə vaxt? Əksinə, hamının bildiyi, illərlə haqqında danışılan adamlar baxırsan ki, biri rütbə aldı, biri vəzifə aldı, biri general aldı, biri prokuror oldu, biri prokurorun müavini oldu. Bəs bu nədir bu? Yəni, onun üçün deyirəm, biz çönüb 3 aydan sonra, 5 aydan sonra Ramiz Mehdiyev əldaçını axtarmasaq, o zaman mən sevinərəm məsələn ki. Amma işlər ona gedir, doğrudan işlər ona gedir. Getdikcə daha da azğınlaşırlar, daha da qanunsuzluq, özbaşınalıq, hərkərkilik hər yerdə. Yəni, o da öyle, bu bizən konkret, bax, mən demişəm, nə bir polis rəisi, nə bir prokuror, nə bir hakim, hətta İlham Əliyevin özü belə, bu şeylər bir adamın iradəsinə, bir adamın gücünə olacaq şey deyil. Bu bir sistemdir. Bu bir zehniyyət. Azərbaycana hakim qılınmış zehniyyət var. Bu zehniyyətdən qurtula bilməliyik. Bundan qurtulmanın yolu da mən demişəm, orada öyle belə, nə bilim, filan, icra başını çıxart, təzəsi gəlsin, nə bilim, o nazir geçsin, o birisi nazir gəlsin. Zaten 30 ildə bu dəyişimlər çox olub, amma vəziyyət pis olub ki, yaxşı olmayıb. Zehniyyət, ümumiyyətcə, Azərbaycana hakim qılınan zehniyyət özdə bu Sovet dönəmindən başlayır, deyim beləsin. Ən azı 50-60 il bunun vaxtı var bu zehniyyətin. Azərbaycanda oturuşma vaxtı var. 50-60 il Azərbaycan oturmuş zehniyyət sınır dışı olunmalıdır və milli iradə, dövlətin gücü milli iradədən qaynaqlanmalıdır. Dövlət gücünü milli iradədən almalıdır. Əks təqdirdə bunun yolu yoxdur. Bizi nə olsun ki, yaxşı. Dedim ya, parad da gözəl, bayraq da gözəl, hər şey gözəl. Amma yaşayış həyat, bizim Ramiz Mehdiyev dərdimiz yoxdur. Bizim, tutaq ki, böyük anlamda icra başçısı, nə bilim, prezident, vice-prezident problemimiz yoxdur. Bu milletin yaşam problemi var. Bu milletin sabaha ölen ümidlərin problemi var. Bu milletin bir ildən, 5 ildən, 10 ildən sonra başına nələr gələcək, onu düşünür, vahimədən, təlaşdan ürəyi partlamaq problemi var. Bu milletin biz bir təhər yaşamışıq, bizim evlatlarımızın, nəvələrimizin taleyi nə olacaq deyə düşünəndə başının tükünü biz bədəninin əsməcə tutma problemi var. Bu bir dediğim için bir prokuror, bir hakim, bir polis problemi değil ki. Bu şəxslərə bağlı değil. Bütün zehniyyət və zehniyyətin yarattığı rejim, sistem hamısı bu ölkənin məhvinə işləyir. Hamısı. Bu ölkədə bir kvadrat metr yox, bir kvadrat santimetr təmiz yer yoxdur ki, parmağın ucundan orada durasan yavaş-yavaş təmizləyəsən, yoxdur. Bütün dövlət, hökumət qurumları hamısı bir-birindən betər gündədir. Hamı da çıxır, belə inkişaf oldu. Yaxşı, deyirlər ki, Ramiz Mehdiyev belə iftihar ediyor. Ramiz Mehdiyev onu elədi, bunu elədi, bütün ölkə. Yaxşı, onda bu 30 ildə haqqında danışılan inkişaf harada olub? Deyirdik, ölkə inkişaf eləyir, dünya lideriyik, nə bilim, iqtisadi inkişafın templərinə görə dünyanın birinci qadındayıq, lideri konumundayıq. Deyirdik ki, Azərbaycan səhiyyəsi belə inkişaf elədi, Azərbaycan təhsili, belə, nə bilim, Azərbaycanda tərəqqinin, intibahın, belə, biz yavaşlaya bilməliyik, biz sürətlə getməliyik, gedirik sürətlə. Və hara gedir? Ortaya çıxır ki, Ramiz Mehdiyev 30 ildə, azı 30 ildir bu ölkənin, millətin anasını ağlatmaqla məşğuluymuş. Və sonunda inkişafa necə olub? Ya inkişaf olubsa, o zaman Ramiz Mehdiyev, o da adda vardı, ətdizə balıq hanı, balıqçı ət hanı. Ətdizə pişik deyir, əti yedi da, deyir bu ətdizə belə bir şey var da, pişikdirsə balıq hanı, balıqçı pişik hanı, belə bir söz var. İndi bu ölkədə inkişaf olubsa, o zaman bu Ramiz Mehdiyev məsələsi nədir? Hələ ondan qabaqçılar da var, qabaqçılar. Yox, əgər bu ölkədə Ramiz Mehdiyev bu qədər işləri görübsə, o zaman onun adına inkişaf deyənin ağlı var mı? Şeyləri düşünmək lazımdır. Ona görə mən Baybözdə bir şey deyim ha. Buradan bir daha altını cızıb deyirəm. Ramiz Mehdiyevi ki bu qədər böyüdürlər, bir gün o böyüklüğün altında əzilərlər. Hamısı əzilər. Hamısı. Dövlət ərkanı da, hökuməti də, fələni də. Və arada bərədə Ramiz Mehdiyevdən xəbərdarlıqlar da gəlir, baxırsan. Ki, məni danışdırmasınlar, danışaram, belə olar. Bu ölkənin, dedim ya,
Daxili İşlər Nazirliyi sistemini, millətin asayiş sistemini zorladılar Hacı Məmmədovun əlindən. Milli Təhlükəsizlik sistemini Eldar Mahmudovun, Akif Çovdarovun əlindən zorladılar. Ordunu, ölkənin müdafiəsini tərtərdə zorladılar. Ölkənin səhiyyəsini, ölkənin təhsilini o başdan bu başa ən o, nə bilim, bu ümumiyyətcə ömründə bir saat əlinə jurnal alıb dərsə girməmiş adamların əlindən zorladılar. İqtisadiyyat zorlanıb, sosial həyat zorlanıb, ondan sonra nə bilim, bütün dövlət hökumət idarələrində baş verənlərdən adam böyle danışmağa utanır adam. Bu qədər rüşvət elə, korrupsiya elə, nə bilim, bu ölkədə deyirəm da, heç bir barmağın ucunu toxunduracaq bir təmiz salamat yer qalmayıb. Hamı da inkişafdan danışır. Necə olub bu inkişaf? Nə inkişafdır? Dedim ya, bizim bütün o ölkənin strateji və həyat əhəmiyyətli bütün sahələri zorlanıb. Zorlayan kimdir? Zehniyyət və zehniyyətin daşıyıcıları. O zehniyyətdən və o zehniyyətin daşıyıcılarından, icraçılarından, ilham vericilərindən kurtulmayana kimi bunun gələcəyi yoxdur, olmayacaq. Dedim ya, Stalin rejiminin sonu bəlli, Sovet rejiminin. Çavuşevski rejiminin sonu bəlli. Ondan sonra nədir, Mübarək rejiminin sonu bəlli, Bəşər Əsəd bəlli, Qəddafi bəlli. Bir daha deyirəm, elində sonunda da ən çox əziyyət çəkən kimdir? Xalq, millət. İndi bunların canı cəhənnəm, bir nazir, bir baş nazir orada kimsə laf tutaq güllələdilər onu sonra. Bəs bu millətə vurulan, millətin əxlaqına, mənəviyyatına, mədəniyyətinə, sosial həyatına, nə bilim, ölkənin iqtisadiyyatına vurulan bu qədər zərbələrin altında bu ölkə davam gətirə bilərmi? Gətirə bilməz.